Hal-hazırda qarşımda gördüyünüz bu ilin ən bahalı yeni il paketidir. Bu videoda sizlərlə birlikdə bu paketin içini açıb incələyəcəyik. Vaxt itirmədən başlayaq. İşə klonkonu sökməklə başlayırıq. Paket bütöv şəkildə budur. Uşaqlar qabağıma qoyanda arxasında itirəm. Qiyməti 100 manatdır uşaqlar. Düz 100 manat pul vermişəm. İnşallah içindən çıxanlar buna dəyər. Çox həyəcanlıyam. Belə iplə bağlanıb uşaqlar buradan ipi açırıq. Başında oyuncağı var. Oha! Mən elə bilirdim bunu bağlayıblar, elə götürəcəksən bir zibil olmayacaq bundan. Şurupunu açıb batareya qoymaq lazımdır uşaqlar, gəlirəm. İçini bunun vasitəsilə açdım. Dediklərimi təkrarlayır. Jingle oldu ben. Abunə olun, like atın. Çox qəşəng oyuncaqdır, çox qəşəng. Qaradam, sənlə yollarımızı ayırmalıyıq artıq. Sən danışa bilmirsən, amma bu danışa bilir. İşte gidiyorum. Bakın burada 2 dənə knopkası var. Bu knopka... Burası adamı biraz bezdirir. Danışma. 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 Bakın uşaqlar, altda belə düyməsi var, görürsünüz. Bu hal-hazırda sönülü vəziyyətdə, açıq olanda danışır mazgimi xarab eləyir. Burada da 2 dənə belə knopkası var. Bu knopkaya da basanda məncə videoya çox qəşəng başladı. Həqiqətən qutunu açmamış qutunun üstündən 100 manatımın qoxusunu hiss edirəm. Nə olar o pulu çıxardım. Çıxarda bilməsəm mənə infarkt vurar. Açırıq. Boğçamızı açırıq. Boğça formasındadır uşaqlar belə. Qabağında da bir dənə Şaxta baba, bir dənə də belə hədiyyə var. Şaxta babamızın remini də var. Budu. Görək mənə nə gətirmisən bu il? Oy zibil. Paketin içinə belə baxıram. Aşağını görmürəm. Yekə bir şey var. Bu nədir? Cırılıb ama. Niyə cırılıb ki bu? İçi doludur. İçi doludur. Paketin içindən paket çıxdı uşaqlar. Oha. İçində nələr var göstərirəm sizə. Bir dənə belə yumurta fason oyuncaqdır. Bu nədir? Açaq görək bu nədir? Mən hələ bunu açacaq IQ-yə sahib deyiləm. Oyuncağın içində nə var? Lego var uşaqlar. Balaca bir Lego var. Bu arada mən Legoları çox sevirəm. Baxaq görək nə Legosudur. Belə bir qış temalı Legodur uşaqlar. Evdir. Baxın bunu düzəltməliyəm o Legolardan. Ən sevdiyim aktivitelərdən biri Lego düzəltməkdir. Ona görə bunu mütləq düzəldəcəm və Instagramda storydə paylaşacağım. Instagram hesabım altdan çıxdı. Zəhmət olmasa gedin ora takip atın. Burada 191 min takipçimiz var. Instagramda 39 min takipçimiz var. Gedin Instagrama takip atın. Legomuzu qırağa qoyub paketin içinə baxırıq. Karandaş dəsti çıxdı uşaqlar. Mən bunu saxlayıb gözəl günlərdə istifadə edəcəm demək istəyərdim, amma mən elə bir səbrə sahib deyiləm. Bilirsiniz ki, mən görməmişəm. Nə varsa yerində açıb baxmalıyam. Görək bunlar nədirlər belə bax. 2 dənə belə karandaş. Təpəsində pozanı da var. Təpəsində pozanı olan karandaşlar mənim ən sevdiyim karandaşlardır. 3 dənə də belə pozan çıxdı. Şaxta baba, qaradan və qarqız. Ay yox, qarqız yoxdur. Belə yeni süsüdür, pozan, qaradan, Şaxta baba. Çox həyəcanlıyam uşaqlar. Getdikcə daha da həyəcanlanıram. Məncə kanalımın ən həyəcanlı videosudur. Belə bir dənə qoza yolka oyuncağı çıxdı. Çox gözəldir məncə. Açdım buradan uşaqlar. Bilməm görürsüz ya görmürsüz, buradadır. Düzəltmək istəyəndə dağıtmaq ən pis xasiyyətimdir. Mən bədbəxtəm. Bir adam yolkanı necə düşürdə bilər axı? Dostlar, nəysə həvəsimiz ölməmiş davam eləyək. Yolkan biraz əyildi, rəxdə oxşuyur bu dəqiqə, eybi yoxdur. İçindən belə 3 dənəli Spider-Man puzzle çıxdı uşaqlar. Arxasında nə var? Gözə baxaq. Görməmiş efirdədir. Arxasında da şirin belə şəkildir, normal şəkildir. Bu yapboz deyil. Qabağı yapbozdur, puzzle'dır uşaqlar. Spider-Man'li puzzle'dır və üçü də fərqli olsun, nə olar? Üçü də fərqlidir. Hətta üçü də fərqlidir. Çox qəşəng, çox qəşəng. Bu qutuya puanım artır, dəqiqə bə dəqiqə artır. Hər keçən dəqiqə əvvəlkindən daha gözəl şeylər çıxır. Sonra belə bir dənə belə bir şey var. Bilmirəm nədir. Gözlə açaq baxaq. Bu nədir ki belə? Karandaş yontandır uşaqlar. Bağışda sənin üzvə də qustum. Karandaş yontandır, gözlüyün yaxından göstərim. Baxın uşaqlar, belə papaq formasına üstünə Merry Christmas yazılıb, yəni yeni iliniz mübarək. Bu karandaşımızın başlı yontaq görək yontulurmu? Oha, yontulur. Nə olmalıydı? Karandaşımız hazırdır. Hələ sadəcə bu qutudayam. Bu qutunun içi bitməyib, qabağım dop doludur. Və sonra belə bir oyuncaq çıxdı. Bu nədir? Slime formasındadır. Deyəsən elə slime topu fason bir şeydir. Açıram, belə qabdadır. Bu nədir ha? Bu yeyilməlidir. Bu nədir? Siz də baxın bu arada, belə bir şeydir. Nə olduğunu bilənlər varsa yoruma yazsın zəhmət olmasa. Zərlər də tökülür bura. Bilməm görsənir ya yox. Bura baxın. Bura zərlər tökülür belə üstündəkilər. Bu nədir ki? Əlim yapış olur. Bir dənə sənə yaxşı şapalaq qoyum ya da yox, səndən xoşum gəlir. Qara damanı. Mən çox gün görmədim. Bunu məncə mənə göndəriblər ki, mən bunu əlimin içinə qoyub qara adamı yaxşı o yan bu yanını şapatlayım.
budur. Yutursan qaradam. Budur. Budur. Əlimdəki də uçdu. Ev yoxdan nə olduğunu bilmədim onsuz. Bu qutumuz bitdi. Hələ ki paket çox xoşuma gəlir. Paketin hələ 1/3 bitməyib. Heç bu qədər şey qalıb. Bunun içinə baxmamışdan öncə videoya like atmağı, kanala abunə olmağı unutmayın. Məni əsəbləşdirməyin. Məni dəli eləməyin. Kanala abunə olun. Baxın belə videoları sevirsiniz, baxırsınız. Davamını istəyirsinizsə like atın, abunə olun ki, davamı gəlsin, dostlarınızla paylaşın. Dostlarınıza, qohumlarınıza göndərin. Deyin ki, ölkədə belə YouTuber var. Gəlin mənim videolarıma baxsınlar. Bəli, mən çox sakit bir insan olaraq keçək görək qutumuzun içində nələr var. Heç nə olmaz, qaldığımız yerdən davam edirik. Onsuz stolun üstünü yığışdırmalıydım, özü yığışıldı belə olmaq variantı ilə. İnşallah deyəsən infak vuracam, nəsə keçən videodan travmalıyam. İran adında Belə bir dənə pisenlik çıxdı. Bu nədir? İrana gedib almısınız, yığmısınız bunu. İran yazıları çıxır. Bir dənə də qutu çıxır. Oha, deyəsən sadəcə bir dənə qutu var içində. İçində sadəcə bir dənə qutu var və burada tutqu şəkli var. Bunun içindən bir karabka dolusu tutqu çıxsa mənim dilim tutulur. Mən burada ürək tutması keçirdərəm. Açıl ürəyim partlayacaq, açıl tez ol. Bu nədir? Yardım göndərmisiniz mənə. Oh şükür, içi dolu tutqu değilmiş amma içində heç yaxşı şeylər yoxdur. Yaxşı şeyləri var ya, prosta mən 100 manatı karandaşla yontana vermişəm. 40 qəpiyə gedib alardım da mənə niyə belə sudurqa tuturdursunuz? Ayağıma bax, ayağım tərs dönürəcək. Belə bir dənə Naturanın litrli soku çıxdı. Deyir ki, bunu bir dənə uşağa alsaq. Uşaq Naturanın litrli sokunu neynir? Bu arada mən ən sevdiyim sokdur. Qonaqlıq verəcəm elə bil, qapağı da açılmır. Mama qoz sındıranı verdi oradan. Mama, qoz sındıran ver də. Bəli, mən yekəy sokların qapağını qoz sındıran vasitəsilə açıram uşaqlar. Açıldı. 100 manat dəyərində sok çıxsın buradan. Əlim əsir bu dəqiqə uşaqlar. Bu arada soyuqdur, yəqin 100 manatın üstündən soyuq su iç demək üçün göndəriblər məni. Məni göndəriblər, azca soku göndərməyirlər. Nə danışıram? Əlim də əsir, bağlaya bilmirəm. Bu dəqiqə soku başımdan aşağı tökəcəm. Bir dənə belə tutqu çıxdı uşaqlar. Tutqudan əsər əlamət qalmayıb day burada. Özə İranındır yenə. İrana mənim travmam var. Boşaldıram bura baxın. 4 dənə tutqu olmalıdır. İkisi qırılıb, biri yarımçıqdı, biri bütövdür cəmi. Bundan qabaqki videomda da çıxmışdı. Ozmonun İranski variantıdır bu. Heç dadlı deyil. 2 dənə də hətta qutunun içində heç dadlı deyillər. Belə orta dadlıdılar. Belə bir dənə İranski gofret çıxdı. Şokoladlı gofretdir nədir? Tutqu bir dənə də çıxdı. Tutqunun üstündə Əşrəf yazılıb. Yox, Afşan yazılıb. Bisoreno çıxdı uşaqlar. Biskolata deyil ha, Bisoreno. Bisoreno'da 2 dənə qoyublar. Bax ciddiyəm. Əsəbləşməmək üçün özümü güclə tuturam. 100 manata mənə bunu mu verdiniz? Bunu mu layiq gördünüz mənə? Qəşəng deyib öpürəm. Özüm ölüm deyirəm, məni videonun əvvəlində atdığım qaradamın ahı tutdu. Bu boyda paketin içinə, bu boyda boğçanın içinə, bu dəqiqə sən gülmək bir də boğçanın içinə 2 dənə qutu qoyublar. Yəni bu yemək qutusunu, əstəğfurullah, bərəkətli amma heç biri dadlı deyil. Yəni yemək qutusu heç qoymasaz da olardı. Yemək qutusunun içində heç 10 manat yoxdur da. O birsinə də yapboz, mapboz, karandaşla qoyub başımızı aldatdılar. Onun da içində 10 manat olmazdı. 20 bundan bir yerdə maksimum burada 30 manatlıq falan bir şeylər var da. Bu da yaxşı. Buna da ən maksimum qiymət 10 manat verirəm. 40 manatlıq şey var, mənə 100 manata soxuşturdular uşaqlar. Əsəb xəstəsi olacam. Sonra mənə deyirlər ki, niyə otistik davranırsan? Belə videoların sonunda mən necə davranmalıyam axı? Amma yeni il gəlir. Əsəbimizi pozmayaq. Hamınızın bayramını təbrik edirəm. Necə belə illər çıxasınız və yeni ilə küs girmək olmaz. Ona görə də mən ən yaxın dostum Qaradamla öpüşüb barışacam. Barışaq Qaradam. Barışaq. Burada nə sırtıq şey deyir uşaqlar. Çırpırsan, döyürsən, göndərirsən, təzədən qayıdır, barışır. Onda siz dost olun. Başım xarab olub uşaqlar bu 100 manatın dərdindən. Ay Allah. Ara yerdə yolka daşdı. Çox xaos dolu bir videoydu uşaqlar. Belə videoların ardını istəyirsə like atın. Abunə olun. Mənim beynimi çöndərməyin, abunə olun. Və bu arada bu videonu sevdinizsə ekranın tam ortasına çıxan videonu da sevəcəksiniz. Sağ olun hə.